Pul yalnız insanın qazandığı bir şey değil, insanın özünə icazə verdiyi bir şeydir. Yəni pul cibinizə gəlməzdən əvvəl zehninizə gəlməlidir. Zehniniz pulu qəbul etmirsə, həyat da onu sizə təqdim etməz. Pul və mən daha çoxuna layiqəm prinsipi yalnız maliyyə dünyası ilə bağlı deyil, həm də insanın özünü necə dəyərləndirdiyi, həyatdan nə gözlədiyi və şuuraltı limitlərinin onun reallığını necə formalaşdırdığı ilə bağlıdır. Əgər insan şuuraltında mən sərvətə layiq deyiləm inancına malikdirsə, onda o fürsətləri ya görməyəcək, ya da görəcək, amma onlardan faydalana bilməyəcək. İnanclar insanın diqqətini, davranışını və qərarlarını formalaşdırırlar. Daha çoxuna layiq olduğuna inananlar daim yüksək dəyər gözləntisi içərisində olarlar. Yeni fürsətləri dərhal fərq edərlər. Özlərini dəyərli insanlarla eyni səviyyədə görərlər və bolluq enerjisini öz bədənlərində hiss edərlər. İnanmayanlar isə artımı gərəksiz və çox hesab edərlər. Təvazökarlıq pərdəsi ilə özlərini məhdudlaşdırarlar. Başqalarının uğurlarını gördükcə kiçildiklərini hiss edərlər. İnsanların çoxu maddi sıxıntılarının səbəbini öz zehnində deyil, kənar şərtlərdə axtararlar. Çünki insan zehni özünü emosional ağrıdan qorumaq üçün psixoloji müdafiə mexanizmlərindən istifadə edir. Əgər insan desəydi ki, bəli, mənim maddi sıxıntılarımın səbəbi mənim öz inanc sistemim, vərdişlərim və qərarlarımdır, bu məsuliyyəti qəbul etmək olardı. Zehin daha az ağrılı yolu seçməyə meyillidir. Cəmiyyət ədalətsizdir və ya pul ancaq kimin adamı varsa ona gedir. Bu fikir məsuliyyəti kənarlaşdıraraq insanı rahatladır, amma onu olduğu yerdə saxlayır. İnsan üçün problemin səbəbkarı olmaq narahatlıq yaradır. Çünki bu zaman dəyişmək, məsuliyyət götürmək və riskə girmək lazım gəlir. Ona görə ən yaxşısı belə düşünməkdir. Mən nə edə bilərəm ki, şərait belədir. Burada zehin qurban rolunu oynamağı seçir. Çünki qurban olmaq məsul olmaqdan daha az enerji tələb edir. İnsan maddi imkansızlığının öz düşüncələri, davranışları və inanc sistemi ilə bağlı olduğunu qəbul edərsə, o belə bir reallığı da qəbul etmiş olar. Deməli, mən öz həyatımın yaradıcısıyam. Bu isə öz həyatının bütün aspektlərinə cavabdeh olmaq deməkdir və bu çoxlarını qorxudur. Ona görə də insanlar həyatı xaotik, nəzarətsiz və təsadüfi hesab etməyə üstünlük verirlər. Kimin bəxti varsa o qazanır. Bu bir növ komfort zonasıdır, amma həyat bu zonada dəyişmir. Albert Bandura və Carl Rogers kimi psixoloqların fikrincə insan həyatda özünü daxilən necə görürsə, o görünüşə uyğun reallıq yaradır. Əgər bir insan şuur altında yalnız özünü həyatda qalmağa layiq hesab edirsə, onun həyatda əldə etdikləri də sadəcə yaşamağa kifayət edəcək qədər olacaq. Əgər o özünü cəhcəlala, böyük imkanlara və bolluğa layiq hesab edirsə, zehni ona uyğun fürsətləri seçib ayırmağa başlayacaq. Bu şuuraltı diqqət sistemidir. Zehnin retikulyar aktivasiya sistemi daim inanclarımıza uyğun reallıq axtarışındadır. Bu mövzunu videolarımın birində açıqlamışam. Özünü gözəl şeylərə layiq hiss etməyənlər maddi sıxıntı hiss etdikləri zaman zehindəki avtomatik təsdiq döngəsi işə düşür. Gördüyün həyat sənə layiq olanı verdi. Onlar varlanmağı başqası üçün yazılmış bir senari kimi görür, özlərini isə balaca adam hesab edirlər. Öz-özünü məhdudlaşdıran şuuraltı təsdiqləmə daim haqlı çıxır. Mən bu qədərini öyrəşmişəm və bundan artığı mənlik deyil. Məhz belələri maddi sıxıntını dəyişdirilə biləcək bir vəziyyət kimi yox, qismət kimi görürlər və bu da onları daxili dəyişimdən uzaq saxlayır. Sən özünü zəif bir həyata layiq bilirsənsə, həyat sənə böyük imkanlar təqdim etsə belə, sən o imkanları ya görməyəcək, ya da rədd edəcəksən. Özünü həyatın gözəl nemətlərinə layiq bilmə və ya bilməmə uzun illər ərzində formalaşır və zehnin dərinliyində kök salır. Lakin indi nat vasitəsilə bu inancları asanlıqla dəyişmək mümkündür. Göründüyü kimi pul sadəcə insanın əməyinin müqabilində aldığı bir şey deyil. Pul dəyərlə formalaşan enerji axınıdır və bu axın sənin özümə nə qədər icazə verirəm sualına cavabdır. Şuuraltı inandığı an ağıl fürsətləri görməyə başlayır. Unutmayın ki, pul insanın kim olduğunu müəyyənləşdirmir. Öz dəyərini təyin edən insanın özüdür. Pul sadəcə onu təsdiqləyir. Ən dərin kasıblıq mənə bəsdir deyə özünü susturmaqdır. Fikirləriniz çox maraqlıdır.